Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bəzi müsəlman qardaş və bacılarımız vardır ki, valideynlərinə qarşı valideyn haqqına riayət etmirlər. Zəkat verirlər, oruç tuturlar, namaz qılırlar, digər ibadətlər yerindədir, amma valideyn haqqına riayət edəmirlər. Quran-ı Kərimdə bir neçə dəfələrlə ayələr vardır ki, Allah subhanahu taala Allah və Rəsuluna itaətdən sonra valideyn haqqına riayət etməyi əmr buyurur. Yəni bunu əmr edir. Sadəcə və sadəcə əgər atan, anan sənə desək ki, məsələn, sənin bildiyin və bilmədiyin, özlərinin də bildiyi, bilmədiyi bir şeyi Allaha şərik qoş desələr və ya Allaha şərik qoşacaq bir kəlməni sənə dedizdirmək istəsələr, sən bu halda onlara qarşı çıxmalısın. Amma, bax burada da bir incəlik var ki, bunu bəzi müsəlmanlar yaxşı başa düşmür. Onu belə sən onlara elə bir tərzdə deməlisən ki, sən onların qəlbini qırmamalısan. Yəni, subhanallah, görün, Allah subhanahu taala ata və ananın haqqına riayət etməyi bizə necə buyurur? Qalan digər şeylərdə, digər işlərdə hamısında sən ata və anana yardım eləməlisən. Məsələn, atan sənə desə ki, tutalım ki, filan belə də dükandan məsələn filan şeylər almaq lazımdır. Sən gedib onu almalısan. Yox, mənim atam namaz qılan deyil. Yox, mənim atam nə bilim Allaha inanmır. Yox, mənim atam xristiandır, yəhudidir, belə deyim, yəni iudaizmə inanır və ya ümumiyyətlə heç bütpərəstdir və yaxud heç məsələn ateistdir və digər də belə deyim, materialistdir falan filan. Yəni bunlar hamısı sonrakı işlərdir. Allah subhanahu taala Quran-ı Kərimdə mömin və müsəlman ata-anaya itaət et demir, valideynlərə itaət et deyir. Yəni inşallah ki, bunu başa düşmək lazımdır və bu səhvi etməmək lazımdır. Həqiqətən də şəxsən mənim və bizim səhifənin tanıdığı neçə insanlar vardır ki, namaz qılırlar, yəni hər şey gözəl, əxlaq gözəl, misal üçün, yəni insanlara qarşı, amma ata-anasına qarşı əxlaqı tamamilə başqadır. O kəslər ki, bax, çöldə insanlara qarşı yaxşı davranır, öz ailəsinə yaxşı davranmırsa, bu müsəlmana aid olan əməllərdən, yəni bu müsəlmançılığa aid olan əməllərdən deyildir inşallah. Müsəlmanın bir üzü olmalıdır. Yəni müsəlman evində nədirsə, çöldə də o olmalıdır. Evində necədirsə, çöldə də o olmalıdır. Bu hərəkət münafiqlərə xas bir xüsusiyyətdir. Münafiq ikiyüzlüdür. Yəni məsələn, evdə tutan ki, kobuddur, çöldə digərlərinə qarşı qohum-əqrabadan, ata-anasına, ailə, ev əhlindən başqa digərlərinə qarşı mehribandır. Bu İslam'a ziddir və müsəlmançılığa da yaraşmayan bir hərəkətdir inşallah. İnşallah ki, Allah subhanahu taala bizi hidayət etsin, bizi islah etsin və bizi doğru yolda olanlardan etsin və Quran-ı Kərimi haqqı ilə başa düşənlərdən etsin. Amin və elhamdülillahi rabbil alemin.